uyuşma birdən-birə yaranan bir proses deyil. Boynunu sağa-sola çevirirsən, xırçıltı səs gəlir. Səhər yuxudan duranda boynunda, belində tutulma olur. Əllərində uyuşma, çeymə, çiyin ağrısı, gün boyu özünü yorğun, halsız hiss edirsən. Sanki gecəni heç sən yatmamısan. Əsas problem isə odur ki, insanlar ağrını ağrı kəsici ilə müvəqqəti olaraq susturmağa çalışırlar. Amma heç bir zaman problem daxildən həll olunur və daxildə qalır. Nəticədə onurğada duz yığılması baş verir, qan dövranı zəifləyir və qığırdaqda olan toxuma öz bərpasını itirir. Bəs nə etmək lazımdır? İlkin olaraq bədəni daxildən təmizləmək lazımdır. Və bu təmizləmə prosesində xitazan çox əsas rol oynayır. Xitazan nədir? Xitazan qırmızı ayaq xərçəngin qınından hazırlanan çox güclü təmizləyicidir. Orqanizmdə yığılan toksinlərin və artım maddələrin xaric olmasına kömək edir. Maddələr mübadiləsini dəstəkləyir. Daha sonra qığırdaq və oynaqlar üçün biokalsium lazımdır. Biokalsium fermentləşmiş və iyonlaşmış bir kalsiumdur. Digər kalsiumlardan fərqi odur ki, birbaşa sümüklərin daxilinə 98% sovrulur. Osteoxondroz zamanı bədəndə mineral çatışmamazlığı baş verir və bu zamanda biokalsium bizim ən təbii ehtiyacımızdır. Biokalsiumun tərkibində 70-ə yaxın vitamin və minerallar var. Buna görə də sümük və oynaq sistemini birbaşa qidalandırır. Eyni zamanda damar divarlarını mükəmləşdirir, orada olan kirəcləri təmizləyir. Osteoxondroz birdən-birə yaranan proses deyil, aylar və illər alır. Eyni zamanda birdən-birə keçmir. Bunun üçün bədənə düzgün dəstək vermək lazımdır.